Əli Həsənovun siyahıları çıxır, Əhmədzadənin siyahıları çıxır, Cahangir Hacıyevin siyahıları çıxır, Mehdiyevin siyahıları çıxır. Biz baxırıq ki, elə bizim var dövlətimiz elə 100-150 məmurun əlində cəmlənib. Elə var dövlət bunlardadır. Biz xaricdə niyə dilənib? Sonra da 168 milyona Formula 1 keçirəndə 400 milyonda icbari tibbi sığortanı kəsəcəksən də. Düzdür ya? Durar müəllim. İnsanın istədiyi üzr istəyirəm. Sosial zərflərlə bağlı. Bir neçə il bundan qabaq ümumi minimum əmək haqqı 180 manat. İndi 400 manat olub. Pensiya ondan aşağıdır. İnflyasiya nə qədər idi? Aydın bəy. Məsələn 180 manat alan insan daha çox bazarlıq eləyirdi, nəinki indi 400 manat alan. Hələ üstəlik də vergilər də gəlib, vergiləri də artırırlar, işçilərin üzərinə iş qoyurlar. Yəni bilirsiniz, mən belə görürəm ki, dövlət siyasəti, iqtisadi siyasət nədir? Bütün gücü, bütün məsuliyyəti vətəndaşın və sahibkarın belinə yükləmək. Sahibkar da hansı sahibkar? Kiçik və orta sahibkarlar. Böyük sahibkarlara heç kimin gücü çatmır. Böyük sahibkar o deyil. Bax bir sual verim. O gün baxdınız, üzr istəyirəm, bir dənə sual verim. Bax bura adi bir qaz işçisi, su işıq idarəsinin işçisi gəlsə, adi bir balaca. Siz burada bax hətta Rauf Arifoğlu belə bu holdingin rəhbəri o işıq işçisinə deyə bilər girmə içəri. İtələyə bilər onu. O dəqiqə gələrlər, apararlar. Sədərəyə girə bilmədi Dövlət Agentliyinin reklam döydülər, qovdular. Yəni bunu mən görəndə mən deyirəm, bəhan o dövlət. Hanı o dövlətçilik, hanı qanun? Elə mənə mi işləyir? Mənə də 50 dənə şey göndər. Kontaktomdan o vaxtı prinsipə düşmüşük, 150 manat verməmişəm. 50 dənə icbardan, yasamal icbar şeydən mənə mesaj gəldi. İndi gedəcəm o yasamal icbarı ki, qardaş, gəç görüm en qədər şey. Yəni bu insanlar buna baxanda deyir ki, yox qardaş, burada nəzə düz getmir. Bu elə belə deyil.